Salam değerli futbol azərkeşləri, Extra Time futbol kanalı sizləri salamlayır. Qarabağ Futbol Klubu və azərkeşləri üçün dünən gözlənilməz məğlubiyyət yaşandı. Kəpəz Futbol Klubu qarşısında itirilən xal çempionluq yolunda ciddi zərbə oldu. Qarabağ meydanda üstün görünməyə çalışsa da son toxunuşlardakı qeyri-dəqiqlik, bəzən isə şanssızlıq komandanın istədiyi nəticəni əldə etməsinə mane oldu. Kəpəz isə əksinə fürsətləri dəyərləndirməyi bacarığı ilə diqqət çəkdi və mövsüm ərzində ikinci dəfə Qarabağı məğlub etməyi bacardı. Bu məğlubiyyətin ardından Qarabağ hazırda bir oyun az keçirməsinə baxmayaraq lider Sabahdan 10 xal geri düşdü. Fərq kağız üzərində böyük görünsə də futbol sürprizlərlə doludur və hər şey hələ bitməyib. Qarabağın qarşısında hələ oyunlar var və hər xal qızıl dəyərində olacaq. İndi əsas məsələ komandanın bu zərbədən necə toparlanacağıdır. Çempionluq uğrunda mübarizə aparan komanda üçün belə anlar xarakter imtahanıdır. Təcrübə, kollektiv ruh və azərkeş dəstəyi Qarabağın ən böyük gücü ola bilər. Bu komanda daha əvvəl də çətin vəziyyətlərdən çıxmağı bacarıb və yenə də bunu edə bilər. Azərkeşlər üçün isə ən vacib mesaj aydındır. Bugün tənqid etmək asandır. Amma əsl sadiqlik çətin günlərdə də komandanın yanında olmaqdır. Qarabağ bu mövsümdə mübarizəni sona qədər davam etdirəcək və çempionluq yarışı son tura qədər gərgin keçə bilər. Unutmayaq, futbol 90 dəqiqəlik deyil, bir mövsümlük hekayədir və bu hekayə hələ bitməyib. Söz sizdə əziz azərkeşlər. Siz bu hekayənin necə sonlanacağını düşünürsünüz? Qarabağ Sabah mübarizəsində çempion kim olacaq?